fikir verin, burada qayda var. Yəni müsəlmanlar İslam dini Rəbbini təzim edir, amma məkanları Rəbb kimi təzim etmir. Rəbbi təzim edir və məkanları, yəni ibadət məkanlarını Rəbb kimi təzim etmir. Amma əhl-i kitab isə, xristiyanlar isə onlar məkanları təzim edir, Allaha təzim etmirlər. Məkanları təzim edir, Allaha təzim. Misal üçün, görürsən ki, onlar ibadət yerlərinə gələndə yəni, təzimdə olurlar. Yəni, başlarını bağlayırlar və yaxud da Allahdan daha çox qorxurlar. Amma həqiqətdə isə onlar Allahdan yox, həmin məkandan qorxurlar. Çünki əgər onlar da Allahdan qorxsaydılar, həmin yerdən çıxandan sonra da yenə həmin əməllərə əməl edərdilər. O əməllərə əməl edərdilər. Lakin onlar həmin əməllərə əməl etmirlər. Yalnız onlar ibadət məkanlarına gələndə başlarını bağlayırlar və yaxud qadınlardırsa və yaxud da kişilərdirsə onlar müti olurlar. Amma ibadət yerlərindən ayrılanda isə onların həmin mütilikləri, həmin itaətləri, ibadətləri hamısı yoxa çıxır. Deməli, onlar həqiqətdə Allahı yox, məkanı təzim etdilər. Amma müsəlmanlar isə məkanı, yəni Allaha təzim edir, lakin məkanın hörmətini qoruyurlar. Yəni Allaha təzim edir və məkanın hörmətini qoruyurlar. Necə ki Allah Azze və Celle buyurur: "Zəlikə və men yu'azzim şəairallah fəinnəhə min təqvəl qulub." Fəinnəhə min təqvəl qulub. Kim əgər Allahın şüarlarını təzim edərsə, bu qəlblərin təqvasındandır. Lakin əgər insan həmin şüarlardan ayrılandan sonra yenə Allahdan qorxmazsa, yəni onda nəsranilikdən bir pay var. Onların əməllərindən bir pay var.